Salam, hörmətli prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyeva. Mən Talıbova Kifayət Əsgər qızı Füzuli rayonunda anadan olmuşam. 1985-ci ildə Bərdə rayon Hacı Əhmədli kənd sakini Cəllov Məmməd Murtuza oğlu ilə ailə həyatı qurmuşam. Sizə müraciətimlə bildirirəm ki, yoldaşım 1-ci Qarabağ müharibəsində 92-ci ildə müharibəyə yollandı. Bir neçə döyüşlərdə oldu, qəhrəmanlıqlar göstərdi, adı kitablarda çıxdı, qəzetlərdə çıxdı. 1994-cü ildə isə yoldaşım komandirin tapşırığını yerinə yetirərkən Uaz markalı maşınla xidməti vəzifəsini yerinə yetirərkən tank vasitəsilə vuruldu. Bugünkü günə kimi hələ də bilinmir ki, kimlər tərəfdən vuruldu, kimlər tapşırıq verildi. Bir neçə yerlərə müraciətlər elədim, sorğular göndərdim. Heç bir də yerdə cinayət işi açılmayıbdır bu haqda. Heç bir yerdə adları yoxdur. Mənə icra tərəfdən allatdılar, mənə bir vəsiqə verdilər. Vəsiqə şəhidlik vəsiqəsi idi. Ancaq bugünkü günə kimi o vəsiqədən mən istifadə edə bilməmişəm. Heç bir imtiyazlardan istifadə etməmişəm. Yoldaşım Şəhidlər Xiyabanı, Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunubdur. Bugünkü günə kimi neçə dəfələrlə illərdir ki, mən Gəncə İnzibati Məhkəməsində, Apellyasiya Məhkəməsində, indi isə Ali Məhkəməyə verilibdir. Ancaq bir nəticə verməyib, hər dəfə məni alladıblar, get-gələ salıblar. Emin Axundov məni çox get-gələ saldı. Bugün belə deyil, get bir aydan sonra gəl, bir ay keçdi, getdim, yenə də dedi bir aydan sonra gəl, belə neçə illərdir məni alladırlar. Heç bir nəticə vermir gedib gəlməyimə baxmayaraq. Xahiş edirəm sizdən, mənə köməklik edəsiniz. Sizdən çox xahiş edirəm, ümidim sizədir. Dəfələrlə neçə yerlərdə olmuşam, neçə nümayəndələrlə görüşmüşəm, ancaq heç bir nəticə verməyibdir. Sizdən çox xahiş edirəm. Çox xahiş edirəm, bir ana kimi, bir bacı kimi sizdən çox xahiş edirəm ki, mənə köməklik edəsiniz. Mənim yoldaşımın şəhidlik vəsiqəsi, şəhidlik adı verilsin. İmtiyazlardan istifadə edə bilim. 6 nəfərik evdə, bir mənə baxırlar. Mən də xəstəyəm, oğlum xəstədir. Heç bir yerdən bir gəlir yerimiz yoxdur. Nə müalicələrə ehtiyacım var, elətdirə bilmirik. Xahiş edirəm, mənə köməklik edəsiniz. Hal-hazırda komandirləri və nəçənlik ştab sağdır. Komandiri Qocayev Aydın, nəçənlik ştab Qaraşov Rafiq sağdırlar. Bir neçə şahidlər də var ki, hamısı bir yerdə döyüşdə olmuşlar, hamısı sağdırlar, hamısı təsdiq edir, amma heç bir nəticə vermir. Xahiş edirəm sizdən, mənə köməklik edəsiniz, sizə yalvarıram. Bir ana kimi sizə yalvarıram, mənə köməklik edəsiniz.